Bilirsiniz, mənə həmişə maraqlı gəlir. Niyə həyatımızda vacib olan işləri, xüsusən ən önəmli olanları son dəqiqəyə saxlayırıq? Qıraqdan gülməli görünür, amma çox düşündürücüdür. Elə deyilmi? Təsəvvür edin, sabah təqdim etməli olduğunuz vacib bir layihə var. Amma siz hələ də oturub çay içirsiniz, televizora baxırsınız və ya sosial şəbəkələrdə gəzirsiniz. Hətta beyniniz sizi o qədər inandırır ki, biraz da dincəlim, işə daha enerjili başlayım deyirsiniz. Amma insan yenə də düşünür. Bax, bilirəm, son dəqiqəyə qalacaq, amma mən hələ də oturmuşam. Axı vaxtıma var hələ, əşi, çatdıracam. Amma bir də baxırsan ki, gecə saat 11-dir. Gözlər böyüyür, panika başlayır. Avtomatik beyin deyir ki, ay, mən hələ başlamamışam. Hətta o qədər tələsərək iş görsən ki, ayağını kravatın və ya stolun küncünə vurursan. Amma iş orasındadır ki, məhz həmin anda içimizdə süper bir güc yaranır. Sanki beynimiz deyir, elə indi vaxtıdır. Ən maraqlısı da odur ki, nə qədər tələsə-tələsə iş görsək də, biz onu yenə də çatdırırıq. Hətta nəticə gözlədiyimizdən də yaxşı olur. Həmin anda içimizdə qəribə bir qürur hissi yaranır. Afərin mənə, sonunda da olsa belə çatdırdım. Nə olsun elədin? Gəlsən bir də o halın ertəsi gününə bax. Yuxusuzsan, başın ağrıyır, öz şəxsi işlərini görməyə halın olmur. Və ancaq telefonla məşğul olursan. Və düşünürük, axı mən niyə bunu əvvəlcədən etmədim? Və ya kimsə evdə sənə 5 dəqiqəlik iş tapşıranda başlayırsan onu günahlandırmağa. Sən mənə bunu əvvəlcədən desəydin, mən öz işimi də çatdırardım. Bu vərdişin ciddi tərəfi də budur ki, bizi həddindən artıq çox yorur. Stres, səhvlər, vaxt itkisi və ən əsası bu vəziyyət bir vərdişə çevrilir. Sanki beynimiz deyir ki, yox, sən yalnız panika zamanı işləyə bilərsən. Bu da bizi çox gərgin saxlayır və yeni planlarımıza fokuslana bilmirik. Amma bu vəziyyətin gülməli bir tərəfi də var. Çünki biz bəzən xaosu da oyuna çevirə bilirik. Həyəcan, təlaş, adrenalinin verdiyi enerji sanki bizi hərəkətə gətirir. Elə bil biraz stres olmadan çalışa bilmirik. Məsələn, qrup işi yadınızda, hamı yazır, ay kim nə etdi? Biri deyir internetim kəsilib, biri deyir fayl açılmır, biri də ilham gəlsin deyib kofe içir. Hər kəs bir tərəfdən çalışır, amma içimizdə qəribə bir enerji var. Çünki bilirik ki, sonunda bacaracağıq və doğrudan da elə olur. Hər kəs birləşir, fikirlərini paylaşır, yardımlaşır və işi də bitirəndə gülərək deyirik, ay, yaxşı oldu, qurtardıq. Bax, bu an sadəcə bir tapşırığın sonu deyil, bir komandanın, bir ruhun uğurudur. Bəlkə də həyatın gözəlliyi balansı saxlamaqdır. Nə çox tələsmək, nə də işlərimizi sabaha saxlamaq lazımdır. Çünki çox tələsəndə həyatı yaşamağa vaxt qalmır və hər şey bir yarışa çevrilir. Amma hər şeyi sabaha buraxanda sanki zaman səssiz-sədasız bizdən uzaqlaşır. Günlər bir-birini əvəz edir və biz hələ də vaxt var deyib bütün fürsətləri əlimizdən veririk. Fikirləşirik, sabah başlayarıq, sabah edərik. Sabahları hər şey yaxşı olacaq. Amma bəzən o sabah gəlmir. Zaman biz gözlədikcə dayanıb bizi gözləmir. O öz yoluna davam edir. Və bir də baxırıq ki, keçən hər günlə bir şansımız arxada qalıb. Əslində sabahın özü deyil, bugün atılan addım gələcəyi dəyişdirir. Çünki həyat sabah yox, elə bu dəqiqə baş verir. Həyatda ən vacibi doğru anı duymaqdır. Bəlkə də elə buna görə həyat gözəldir. Çünki o mükəmməl planı yox, doğru anı hiss edənləri sevir. Gəlin özümüzü stresli həyata öyrəşdirməkdənsə biraz rahat olmağı düşünək. Streslər, qayğılar həyatda həmişə var. Bəzən sadəcə dayanmaq, biraz nəfəs almaq və bir fincan çay içmək lazımdır. Sevdiklərimizlə vaxt keçirməyi də unutmayın. Bu video xüsusilə planlı işləməyi sevənlər üçün hazırlanıb. Amma eyni zamanda hər dəfə plan qurub, sonra axı mən niyə bunu etmədim deyənlər üçün də faydalıdır. Ona görə gəlin həyatımızı daha düşünülmüş və məqsədli yaşayaq. Həm işlərimizi vaxtında bitirək, həm də həyatda xoş anlardan həzz alaq. Hamınıza xoş enerjili günlər arzulayıram.